Bir nəfər gəlir ruhaniyə şikayət edir ki, həyat yoldaşım namaz qılmır, mən neyniyim? Nə qədər əmr bil məruf eləyirəm, namaz qılmır. Deyir, sən belə elə də, sən ondan küs bir müddət. Bir müddətdən sonra gəldi, küstüm, alınmadı. Deyir, görürsən küsməklə alınmır, bir neçə günlük çıx gedir ki, küsmə yadı ilə. Çıxdı get, bir müddətdən sonra gəldi, alınmır, yenə də qılmır. Deyir, yaxşı bir, sonrası bir yumruğu, bir stolun üstünə vurmağı başardı, bir qapsındır, nəsə də bir axır. Onu əvvəlcədən eləyərlər, indi sonradan da olsa bir elə. Eləyir bir müddət, gəlir, alınmır. Alınmır, deyir, yaxçı, onun ki, o sevdiyi məsələlər var, gedir gəzməyə, əyləncəyə, onları kəs. Onları kəs, bəlkə alındı. Gedir, gəlir, deyir, yenə alınmır. Yenə qılmır. Deyir, axı, nə deyir qılmır? Deyir ki, sən qıl, mən də qılım. Qara gümbə qıl da. Bu nə istəyirik səndən? Sən qıl, mən də qılım. Əmr bil məruf belə Allah bunu deyir ki, cəmaata yaxşı işlərə əmr eləyirsiniz. Əmr eləyirsiniz yaxşı işlərə. Özünüzü niyə unutmusunuz?